Bəzən insanın ən böyük düşməni çöldə yox, öz içində olar. Ev sakitdir, otaq sakitdir, amma sənin beyninin içi qiyamət yeridir. Susmaq bilməyən səslər, haradansa peyda olan çirkin düşüncələr, imanına, sevdiklərinə, hətta Rəbbinə qarşı şübhələr. Sanki beyninə bir qara əl girib və səni idarə edir. Özün-özündən utanırsan. Mən necə pis insanam ki, bunları düşünürəm deyirsən. Mənim imanım getdi, mən məhv oldum deyə qorxursan. Dayan, əziz dostum, dərin bir nəfəs al. Sən pis insan deyilsən, sən dəli olmursan və sən tək deyilsən. Bugün yaşadığın bu halın bir adı var, vəsvəsə. Yəni, şeytanın sənin qəlbinə atdığı zəhərli oxlar. Gəlin əvvəlcə bir həqiqəti qəbul edək. Ağlına gələn hər fikir sənə aid deyil. Bunu bir misalla izah edim. Təsəvvür et ki, evində oturmusan. Küçədən keçən biri sənin pəncərənə palçıq atır. O palçıq sənin evinin içindədir, amma sənə aid deyil. Onu çöldən atdılar. Vəsvəsə də belədir. O, sənin qəlbinin istehsalı deyil. O, şeytanın, xənnasın atdığı palçıqdır. Bir çox insan səhv edir. Deyir ki, ağlıma Allah haqqında, din haqqında pis sözlər gəldi. Deməli, mən kafir oldum. Xeyr. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur. Oğru boş evə girməz. Şeytan da imansız qəlbə vəsvəsə salmaz. Əgər şeytan səninlə uğraşırsa, əgər sənə şübhələr verirsə, deməli səndə oğurlamaq istədiyi bir xəzinə, yəni iman var. Sən o pis fikirdən narahatsansa, deməli qəlbin təmizdir. Bilirsinizmi, bu halı tək siz yaşamırsınız. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin ən yaxın səhabələri belə bu dərddən şikayət ediblər. Bir gün bir qrup səhabə rəngləri saralmış, qorxu içində Rəsulullahın yanına gəldilər. Dedilər, ya Rəsulallah, bəzən ağlımıza elə pis, elə çirkin fikirlər gəlir ki, onları dilimizə gətirməkdənsə dağdan aşağı atılıb ölməyi, kür olub sovrulmağı üstün tuturuq. Biz məhv olduqmu? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm gülümsədi. O, qəlblərin həkimi idi. Soruşdu, həqiqətən belə hiss edirsinizmi? Yəni, o fikirdən nifrət edir, qorxursunuzmu? Dedilər, bəli, and olsun Allaha ki, qorxuruq. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurdu. Müjdə olsun sizə. Bax, bu xalis imandır, apaçıq imandır. Niyə? Çünki şeytan təslim aldığı insanla uğraşmaz. Şeytan yalnız müqavimət göstərən, qəlbi diri olan möminlə uğraşar. Sənin o sıxıntın əslində imanının sübutudur. Rahat ol. İndi keçək müalicəyə. Bu bəladan necə qurtulacağıq? Peyğəmbərimizin və İmam Əlinin bizə öyrətdiyi ən böyük strateji məhəl qoymamaq, saymamaq. İmam Əli əleyhissalam buyurur, düşməninlə danışma, çünki ona cavab vermək, onu qonaq çağırmaq deməkdir. Vəsvəsə hürən itə bənziyir. Sən yolla gedərkən bir it sənə hürsə, nə edərsən? Əgər dayanıb ona daş atsan, onunla dalaşsan, o daha çox hürəcək, səni dişləyəcək. Amma sən ona baxmadan, sanki o yoxmuş kimi yoluna davam etsən, o biraz hürəcək və sonra susacaq. Ağlına pis fikir gələndə onunla mübahisə etmə. Niyə belə düşündüm? Ay aman, bu nə fikirdir demə. Sadəcə de ki, bu fikir mənə aid deyil, bu sadəcə bir səsküydür və işinə davam et. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, ümmətimin gönlündən keçən pis şeylər dilə gətirilmədikcə və əmələ tökülmədikcə bağışlanmışdır. Allah sənə düşüncələrinə görə yox, əməllərinə görə qiymət verəcək. Vəsvəsə atəşdir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, od, oddan yaranıb. Od isə ancaq su ilə sönər. Qəzəbləndiyində və ya vəsvəsə gələndə dəstəmaz alın. Pis fikirlər beynini dumanlayanda qalx və üzünü soyuq su ilə yu. Suyun o fikirləri yuyub apardığını təsəvvür et. İmam Əli əleyhissalam buyurur, qəlbini haqla, yəni faydalı işlə məşğul etməsən, batil, yəni şeytan onu işğal edər. Zehin boşluğu sevmir. Əgər boş oturmusansa, beynin mütləq köhnə zibillər eşələyəcək.
Vəsvəsə gələndə yerini dəyiş. Oturmusansa dur. Evdəsənsə çölə çıx. Bir kitab oxu, birinə zəng elə. Bədənini hərəkətə gətir ki, zehni düyün açılsın. Allah bizə bu düşmənə qarşı ən güclü silahı Qur'anda verib. Nas surəsi. Gəlin mənasını düşünək. Min şərril vəsvasil xannas. Yəni, pıçıltı verib sonra geri çəkilən o sinsi şeytanın şərrindən Rəbbimə sığınıram. Xannas geri çəkilən deməkdir. Sən Allah deyən kimi o qaçar. Sən qafil olan kimi o geri gələr. Ona görə də çarə davamlı zikirdir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur. Kim hər səhər və axşam "Əuzu billahi minəşşeytanirracim" desə, Allah onu qoruyar. Ağlına şübhə gələndə dərhal de: "Əməntu billah." Mən Allaha inandım. Bu qısa kəlmə şeytanın bütün planını pozur. İndi isə əziz dostum, sözlər bitdi. İndi ruhunu təmizləmək vaxtıdır. Səndən xahiş edirəm, harda olursan ol, gözlərini yum. Bütün bədənini boşalt. Təsəvvür et ki, beynindən keçən o pis düşüncələr səmadan gəlib keçən qara buludlardır. Sən isə o buludların arxasında parlayan günəşsən. O buludlar sənə toxuna bilməz. İndi mənimlə birlikdə qəlbinin dərinliyindən təkrar et. Qoy bu zikirlər beynindəki o səsküyü sustursun. Əuzu billahi minəşşeytanirracim. Yəni, qovulmuş şeytandan Rəbbimə sığınıram. Bu fikirlər mənə aid deyil. La havlə və la quvvətə illə billah. Yəni, güc və qüvvət yalnız Allahdandır. Mənim gücüm yoxdur Allahım, sən məni qoru. Ya muqallibəl qulub. Yəni, ey qəlbləri çevirən Allahım, mənim qəlbimi iman üzərində sabit et. Həsbunallahu və ni'məl vəkil. Yəni, Allah mənə bəsdir, o nə gözəl vəkildir. Mən zehnimi ona taqşırdım. La ilahə illallah. Yəni, səndən başqa sığınacaq qapısı yoxdur. Bu səfərimizin sonuna gəldik. Amma əslində hər şey yeni başlayır. Sən artıq sirri bilirsən. Qorxma, dalaşma, sığın. O pis düşüncələr gələcək, qapını döyəcək, amma sən qapını açmayacaqsan. Onlar qapıda gözləyib, yorulub gedəcəklər. Sən Allahın əmanətisən. Allah öz əmanətini zayi etməz. Əgər bu video sənin qaranlıq dünyana bir şam işığı oldusa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək ol. Kanalımıza abunə ol və rəy bölümündə "Mən Allaha güvəndim" yaz. Qoy bu söz sənin yeni başlanğıcın olsun. Zehniniz aydın, qəlbiniz pak, ruhunuz nurla dolsun. Hələlik, Allah əmanında.